200 manatlıq alış-verişə sadəcə 100 manat ödəmişəm. Necə elədiyimi bilmək istəyirsinizsə videoya axıra kimi baxın. Mən də o sırada məhsullarımı açacağım. Deməli, Glove Style Co səhifəsindən bu 3-cü belə dolu-dolu alış-verişimdir. Çünki kampaniya var, səhifənin yeni olmasına özəl. Siz 100 manat verirsiniz, sizə 200 manatlıq məhsul göndərilir. Və istədiyiniz markanı siz təyin edirsiniz. Mən misal üçün bu qutuda Bioderma, Catrice, L'Oreal Paris, Marfoz, Influence belə məhsullar, belə markaları seçdim. Dedim bunlardan məhsul istəyirəm. Sevdiyim rəngləri və ehtiyacım olan məhsulları sadaladım. İndi isə gəlin baxaq görək 200 manatlıq boksumuzda nələr var. Deməli, ilk öncə demişdim mənim üçün günəş kremi qoyun. Həm Biodermadan, həm CeraVe'dən 2 dənə krem qoyublar. Bunu ikinci alışımdır. Bir dənəsini bitirmişəm, özdə bir ayın içində bitirmişəm. Yəni üzümə bocalayırdım da, belə deyim. 50 SPF-dir, rəngsizdir, heç bir rəng vermir. Çox qəşəng nəmləndirir üzü. Biodermanın belə bir rəngli günəş kremini qoyublar. Bu da 50 SPF-dir. Rəng tonu da mənim rəng tonuma uyğundur, light rəngi. Bunu da çox sevirəm. Yarılamışam birinci qutusunu. Bu stokdur. Bu bir xırda bir sürpriz idi. Real Technics'in sponjunu qoyublar. Buna xəbərim yox idi, nə yalan deyim. L'Oreal Paris'dən demişdim məhsul qoyarsınız. Maskaraya və pomadaya ehtiyacım var. Çünki L'Oreal Paris'in pomadalarını çox bəyənirəm. Maskaralarını da deməyimə ehtiyac yoxdur. Heç nə uzatmadan demirəm. L'Oreal Paris Panorama. Bir dəfə alın, yoxlayın, peşman olmayacaqsınız. Kiprikləri ayırır, həcm verir. Çox qəşəngdir də. Anam da, Şəhriyarın bacısı da bundan işlədir. Hamısına hədiyyə eləmişəm. L'Oreal Paris'in dedim 2 rəng qoyasan. İkisini də istədiyim rəngləri qoyublar. Belə bir gloss. Bundan məndə 2 dənə də var, evdə başqa rəngləri. İndi keçək Influence markasına. Influence'dan belə bir stick bronzer qoyublar. Belə bir highlighter qoyublar. Rihanna bacımızın Fenty Beauty markası ilə yarışaraq bu highlighterlar çox qəşəngdir. Daha sonra Influence'dan belə bir highlighter bronzer ənlik seti qoyublar. Çox qəşəng markadır bu. Yoxlamayanlar mütləq yoxlasın. Belə bir transparan pudra və bitdi. Daha sonra Catrice'dən belə bir bronzer. Yaxşı ki bronzer qoyun demişəm. Nə qədər bronzer qoyublar. Belə bir Catrice'dən bronzer. Belə bir ten paleti, əsl çantaya atmaqlıq. Bunun çəhrayı rənglərdən ibarət seti var məndə. Eynən bu boyda, amma çəhrayı rənglər. Catrice'in belə bir ənlik highlighter far paleti seti. Bu çox qəşəngdir bu arada. Üst qallaşdırması da çox qəşəngdir. Və Marfozun belə bir saç baxım yağı. Bunun spreyini işlədirəm, amma saç baxım yağını ilk dəfə işlədəcəm. Mən çox bəyəndim, çox razı qaldım məhsullardan. Sizcə 100 manat verib bunları almağa dəyərmi? Məncə dəyər, çünki çox qəşəng məhsullar var idi içində. Sifariş vermək üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.